müğənni, bəstəkar, daha çox fəaliyyətini uzun müddətini Türkiyədə həyata keçirmiş və son 2 il ərzində Azərbaycanda fəaliyyət göstərən bəstəkar müğənni. Milli yoxsa dəbli geyinmək? Dəbli geyinmək. Çünki daha çox mən özümdə zəmanənin nəbzini tutmağa çalışan, amma təbii ki, bununla da bərabər öz dəyərlərimi qorumağa çalışan geyimlər tərcih edərəm, üstünlük verirəm. Hansı öndədir? Ailə qurmaq yoxsa karyera? Məncə karyera, çünki karyera uğurlu olanda ailədə sağlam dayanır. Sevmək yoxsa sevilmək? Sevmək deyərdim mən. Çünki mənim yaradıcılığım üçün də sevmək çox daha vacibdir. Sevməkdən bəhrələndiyimə görə sevməyi seçirəm. Çay yoxsa qəhvə? Demək ki, ikisini də çox sevirəm. Amma ki, son illərdə ki seçimləri nəzərə alsam, qəhvə deyəcəm. Artıq biraz qəhvədə alışqanlıq da olur, özünüz bilirsiniz. Səhərlər demək olar ki, elə indi də məsələn mütləq qəhvə özümə dəmləyirəm. Həm bir neçə növünü də bacarıram, yaxşı da əlimdən gəlir. Həm Türk qəhvəsi sevirəm, həm sürətli olanlardan da. Ona görə seçim qəhvədir. Avtobus yoxsa təyyarə? Səyahətlərim daha çox təyyarədə olubdu, ancaq ki, avtobusun da öz uzaq yollarda öz belə bir romantik abu-havası var. Yenə də təyyarə seçirəm amma ki. Qarlı yoxsa günəşli hava? Mən ümumiyyətlə günəşli havaları daha çox sevirəm. Çünki yenə də öz işimlə bağlı bu ola bilər. Çünki mənim uzun illər fəaliyyət göstərdiyim yerlərdə daha çox tətillərin, otellərin olduğu və s. yerlər olduğuna görə və həm də ki, isti havada daha çox özümü komfortlu hiss etdiyimə görə, nəinki soyuq, qarlı, boranlı havada. Ona görə yay mövsümünü seçirəm. Köçəri yoxsa oturaq? Köçəri. Çünki öz həyatıma da baxanda yenə köçəri bir həyat yaşamışam. Dediyim kimi, yəni 20'li yaşlarımın əvvəllərinə qədər Azərbaycanda, 20 yaşla 30 yaş arası Türkiyədə keçib və təkrardan bura gəlmişəm. Buradan sonraki ünvan haradır bilmirəm. Amma köçəri. Keçmişə dönmək yoxsa gələcəyə getmək? İç səsim özümlə həmişə savaşdığım bir mövzudur, keçmişə dönür beynim. Amma ki, bunun çox zərərli bir şey olduğunu düşünürəm və mümkün qədər bunu etməməyə çalışıram. Məncə gələcək. Ət yoxsa tərəvəz yemək? Sağlamlığa tərəvəz daha xeyirlidir. Amma etiraf edim ki, mən ət yeməklərinə daha çox üstünlük verirəm. Əlbəyaxan yoxsa silahla? Heç biri, çünki ümumiyyətlə mən insanları həmişə xəyalımda barışçıl təsəvvür eləmək sevirəm. Amma məcburiyyət qarşısında əlbəyaxa. Can sağlığı yoxsa var dövlət? Can sağlığı. Yəni ki, heç bir mən var dövlətli insan görməmişəm ki, can sağlığı yerində olmasın və ondan zövq alsın. Amma sağlam can varsa, var dövlətli də qazanmaq mümkündür. Yad planetli ilə rastlarsaz qonaq edərdiniz, ya qonaq gedərdiniz? Valla, bəlkə biraz absurd səslənəcək. Amma mən düşünürəm ki, yad planetli ilə qarşılaşmışam uzun illər öncə. Təbii ki, bu mənim bəlkə də bir xəyalım idi və s. Amma ki, belə deyək də, qonaq etmək. Qonaq edərdim. Birlikdə yoxsa tək başına işləmək? Mən özüm tək başına işləyirəm, ancaq ki, birlikdən güc doğar inanıram və komanda işinə çox inanan insanam. Mümkün qədər də işlərimdə, aranjmanlarda olsun və yaxud kliplərdə olsun, daha çox belə komanda işinə inanıram. Ona görə birlikdə deyirəm. Dostlar yoxsa qohumlar? İndi hansını seçsəm deyər məndən inciyəcək, amma ki, dostlar deyirəm. Çünki bir çox uğur hekayələrində də dost həmişə yanımızda olur və bəzən dostu çevrəmizdəki insanlarla səhv sala bilirik, amma əsl dost çox dəyərli bir varlıqdır. Gecə yoxsa gündüz?
heç düşünmədən gecə deyə bilərəm. Hətta gündüzləri demək olar ki, sevmirəm. Gündüzləri nə mən yaradıcılığımla məşğul ola bilirəm, nə əhvalım da yerində olur. O ki, günəş qürub etdi, belə deyək, mənim artıq özümə gəlirəm və ondan sonra mənim demək olar ki, həyatım başlayır. Ox yay yoxsa tüfəng? Ox yay. Bizim soyumuzda da bunlar var çünki. Ona görə ox yay mənim də sevdiyim bir nəsə marağım olan bir şeydir. Düzdür, belə bir təcrübəm yoxdur, amma ki, ox yay mənə gəlir ki, daha estetik görünür. Foto yoxsa video? Foto. Bilirsiniz, fotoda sanki belə bir qəribə bir güc var. Video, düzdür, indi müasir dövrümüzdə videolar daha çox yayğındır, amma ki, fotoya eyni hərəkətsiz bir kadra baxaraq, yəni saatlarca keçirmək mümkündür, amma videonu dəfələrlə baxırıq, amma yenə də video olaraq qalır, yəni. Fotoda bir güc olduğuna inanıram. Şərq yoxsa qərb? Bu elə bir sualdır ki, bunu gərək ətrafında 2 saat danışa bilərəm, amma ki, qısa lakonik cavab verməliyəmsə, qərb deyərdim, ancaq qərb dediyimdə Avropanı nəzərdə tutmuram. Mən ümumiyyətcə daha çox mənim sahəmlə də bağlıdır, həm elm sahəsi ilə də bağlı ola bilər. Amma belə etnik 2000-3000 il öncəyə getsək, əlbəttə ki, mədəniyyətin beşiyi şərqdir. Ona görə şərqin də ayrı bir yeri var məndə. Amma hazırki dövr üçün qərb deyəcəm. Kitab oxumaq yoxsa film izləmək? Film izləmək. Kitab çox oxuyucusu deyiləm. Əlbəttə sevdiyim bir neçə yazar var. Amma filmlərlə bağlı demək olar ki, böyük bir kolleksiyam var. Filmdən də çox bəhrələnirəm. Ona görə film. Göyün üzü yoxsa suyun dibi? Göyün üzü. Çünki suyun dibi görünən bir şeydir və göyün üzdən baxanda bilirik ki, bizim görəmədiyimiz, yəni kainat o qədər sonsuzdur və o qədər möhtəşəmdir ki, mən elə gəlir ki, ümumiyyətcə bu yaxınlarda Şamaxıdaydım və fərqinə vardım ki, saat 12-dən 5-əcən bütün o həm rəsədxanadan izlədim, həm açıq gözlə səmanı izlədim və məncə möhtəşəm bir şeydir göyün üzü. Ağıl yoxsa qəlb? Təəssüf ki, qəlb deyəcəm, çünki özüm həmişə qəlbimlə hərəkət etmişəm. Məsləhətim görərdim ki, biz izləyənlərə ağılma, amma ki, özüm həmişə qəlbim səsini dinləmişəm. Dağlar yoxsa dənizlər? Dənizlər. Dənizləri daha çox sevirəm. Düz özüm dağlıq ərazidə uşaqlığım keçibdir, amma ki, dənizlər çox daha bədbin görünsə də dənizləri seçirəm. Uzaqdakı yaxın yoxsa yaxındakı uzaq? Yaxındakı uzaq. Çünki belə bir söz var, gözdən uzaq olan könüldən də uzaq olar. Düşünürəm ki, yaxınımızda olan zamanla bizim həqiqi anlamda da yaxınımıza və dostumuza çevrilə bilər. Ona görə yaxındakına şans vermək istəyərəm. Varlıqlı olsaydınız şəhərdə yoxsa kənddə yaşamağa üstünlük verərdiniz? Kənddə yaşayardım. Hətta bunun üzərinə xəyallarım belə var mənim ki, hazırda 35 yaşımdayım və bir 10 il sonraki planım beynimdə, özümlə qurduğum planımı icra etdikdən sonra, əgər qismət olarsa, təməlli olaraq kənd həyatına köçmək və kənd həyatı yaşamaq. Çox sevirəm. Azərbaycanda demək olar ki, qatıldığım bu formatda ilk proqramdır və çox xoşuma gəldi suallar və həm belə sizin suallarınız özümə özümlə üzləşmək kimi oldu. Özümü təkrardan həm də özümü danışdıqca özümü də dinləyirəm və mənə maraqlı gəlir. Daha gündəlik suallar adətən belə işlərdə soruşurlar. Ona görə bu suallar mənim üçün çox maraqlı gəldi və çox sağ olun ki, dəvət etdiniz bir daha.